aktivləşməsi, yəni həddən artıq aktivləşməsi ilə bağlandırırlar. Yəni əlaqələndirirlər və nəticədə bədən bu yüksək reaksiya nəticəsində öncə sadaladığım kimi qorxunc vəziyyətlərə girir. Yəni sanki artıq öləcəkmişə qədər təhlükəli durum yaranır və bu insanlar həqiqətən də bu durumdan çox əziyyət çəkirlər. Əgər bu panik atak dəfələrlə təkrarlanırsa, artıq burada bir psixiatrik problem ola bilər və qorxu elə bir şeydir ki, sadə qorxuda əgər həmin o maneə aşılırsa, yəni qorxu törədəcək səbəb ortadan qalxırsa, bədən funksiyaları sakitləşməyə başlayır. Yəni ürək ritmi yerinə qayıdır, tənəffüs yerinə qayıdır və sən sakitləşirsən. Amma panik atakda belə deyil. Panik atakda ortada konkret bir səbəb olmadığı üçün bu duyğu kontrolunun artması, daha doğrusu duyğu kontrolunun pozulması bədəndə dəqiqələrlə öz təsirini göstərir. Bu yarım saata qədər çəkə bilər.